Uşaqlıq çağında dəmir əksikliyi çox rast gəlinir. Və dəmir əksikliyi zamanı uşaqlarda daha çox halsızlıq, solğunluq, baş ağrıları, baş gicəllənməsi, gözlərdə qaraltı şikayətləri ilə gəlirlər və eyni zamanda bu uşaqlarda saçlarda tökülmə, saçların qırılması, iştahsızlıq, nitqin gecikməsi kimi simptomlar belə görülə bilir. Çünki dəmir əksikliyi həm hematoloji, həm də nevrogelişimsel olaraq da simptomlar verə bilir. Dəmir əksikliyinin ən əsas səbəbi uşaqlarda qidalanma ilə bağlıdır. Qidalanması düzgün olmayan uşaqlarda dəmir əksikliyinin görülməsi çox yüksəkdir. Eyni zamanda yeniyetmə dövründə qızlarda menstrual qanamalara bağlı olaraq ya da ki, küçük uşaqlarda uzun müddətli burun qanaxmasına bağlı olaraq dəmir əksikliyi görülür. Eyni zamanda uşaqlıq dönəminin gelişim dönəmlərində, sıçrayış dönəmlərində dəmir əksikliyi görülə bilir. Çünki dəmir ehtiyacı artır. Dəmir əksikliyi olan uşaqlarda ilk gəldiyində anemiyası olan uşaqların qan təhlilləri verildikdən sonra dəmir əksikliyi, dəmir çatışmazlığı təsdiqlənir. Təsdiqləndikdən sonra uşağa dəmir tedavisi başlanılır. Dəmir tedavisi ilə birlikdə uşağın qidalanması da düzənlənir, diyet önərilir və buna bağlı olaraq da ailə bilgilendirilir. Ailə bilgilendirildikdən sonra 3 ay sonrası yenidən kontrol önərilir. 3 ay sonrasında gəldikdə yenidən qan düzeyinə baxılır və bu qan düzeyinə baxıldıqdan sonra da gərəkirsə dərman tedavisi davam etdirilir, gərəkirsə də dərman tedavisi kəsilir. Amma yenə də ən birinci düzənlənməsi gərəkən olan qidalanmasıdır uşaqlarda. Uşaqlarda dəmir çatışmazlığı tam müalicə edilə bilən xəstəlikdir.